Məktəb direktorlarının seçiminin yeni qaydalar əsasında aparılmasına başlanılıb. Bilirsiniz ki, direktorların işə qəbulu ilə bağlı test imtahanı mərhələsi ləğv olunub və yeni qaydalar təsdiq edilib. Artıq bugün saat 11-dən etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib. Namizədləri 11 noyabr 2025-ci saat 17-yə kimi MİQ.EDU.AZ portalına daxil olaraq qeydiyyatdan keçə və həmin portal üzərindən müraciət edə bilərlər. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsində təhsil müəssisələrində şagirdlərin sayından, yəni 501-dən çox və ya 500-ədək və müəssisələrin növündən, yəni lisey, gimnaziya, internat tipli lisey, gimnaziya və bu kimi müəssisələrdən asılı olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar. Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiyalar tərəfindən keçiriləcək. Namizədlərin müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərar vermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər. Hər bir namizəd nəticələrlə şəxsi səhifə vasitəsilə tanış ola biləcək. Müsabiqədən uğurla keçmiş namizədlərlə əmək münasibətləri rəsmiləşdiriləcək. Bu arada məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru müavini Vəfa Yaqublu yeni qaydalara münasibət bildirib və deyib ki, təhsil verənlərin sertifikatlaşdırması prosesinin 4-cü ilində məktəb direktorlarının seçiminin yeni qaydalar əsasında aparılması məntiqlidir.